Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. İllərdir Azərbaycanda sevilərək istifadə olunan Xiaomi'nin Redmi seriyasının yeni smartfonları bir müddət əvvəl rəsmi olaraq təqdim olundu. Hər il olduğu kimi bu ildə seriyada sadə, Pro və Pro Plus modelləri yer alır. Bu gün sizinlə bu ailədən ən çox satılan Pro variantı haqqında danışacağam və qarşıdakı buraxılışlarda digər modellərə də birlikdə nəzər salacağıq. İlk olaraq ondan başlayım ki, bu ildə Redmi Note 15 Pro həm 4G, həm də 5G variantında təqdim olunur və iki cihaz arasında ciddi texniki fərqlər olmaqla yanaşı 100 manatlıq qiymət fərqi də var. Rəsmi satışda Kontakt.az-da Note 15 Pro-nun 4G variantının nağdalış zamanı qiyməti 256 GB-lıq daxili yaddaş seçimində 720 manatdırsa, eyni daxili yaddaşlı versiyada 5G modeli 820 manata satılır. Bəs bu 100 manatlıq fərq texniki olaraq harada gizlənib və cihazlarda bu il hansı yeniliklər var? Diqqətiniz məndə olsun, bütün detalları tam tərəfsiz formada izah eləyəcəm. Deməli belə, ötənki Note 14 Pro ilə müqayisədə dizayn köklü dəyişməyibdir. Ən azından kamera düzülüşü və blokunu eyni saxlayıblar. Lakin gövdədə minimal da olsa dəyişim var. 14 Pro-dan fərqli olaraq yeni cihazlar daha oval formada hazırlanıb, həm öndən, həm arxadan. Yəni burada ekran və gövdənin arxa qapağını sərt formada bükməyiblər. Smartfonun kənar hissələri daha enli saxlanılıbdır. Sanki düz bir smartfon istifadə edirsiniz. Sadəcə önə və arxaya yüngül bükülmə effekti veriblər ki, smartfon daha ələyatımlı hala gəlib. Sözün açığı mən bu dizaynı daha çox bəyəndim. Çünki bunun sayəsində smartfonun kənar hissələri çox incə qalmayıbdı və ovucun içini kəsməyən formada hazırlanıb. Bu ilin tərəfində Gorilla Glass Victus 2 şüşəsi var. Qiymətinə görə məncə əla bir göstəricidir. Lakin gövdənin digər bütün elementləri plastik materialından hazırlanıbdır. IP sertifikatı isə 5G və 4G modelinə görə fərqli paylanıb. Daha baha olan 5G modeli tam IP69K təzyiqli sudan, tozdan qoruma sertifikatına, 4G modeli isə sadəcə su sıçrayışları və toza qarşı tab gətirən IP65-ə sahibdir. Yəni cihazı su altında istifadə etməyi düşünürsünüzsə, bu zaman seçimi 820 manata satılan 5G modelindən yana eləməlisiniz. Üstəlik 5G modeli 4G-dən fərqli olaraq SGS sertifikasiyasından keçibdir. Bu da onu 2,5 metr məsafədən düşüşlərə qarşı dayanıqlı hala gətirir. Ekran ötən il olduğu kimi AMOLED-dir, 120 Hz-lik təsvir yenilənmə tezliyi və Full HD Plus görüntü keyfiyyətinə sahibdir. Eyni model olmalarına baxmayaraq 5G versiyası daha böyük 6,83 düymlük panelə sahibdir. 4G variantında isə 6,77 düymlük eyni texnologiyalı ekran quraşdırılıbdır. Modellərdə ötən ildən bu yana olan əsas dəyişim parlaqlığın pik səviyyədə 3200 nitsə qədər qalxması və LED-lərin işıq yayma tezliklərinin daha yüksək 3840 Hz-də çalışması. Yəni bütün bunlar o deməkdir ki, bu iki modellər az da olsa daha parlaq və göz qoruması üçün daha yaxşıdırlar. Aralarında yalnız 5G modeli Dolby Vision və HDR10 Plus texnologiyalarını ekran tərəfində dəstəkləyir. Bu da daha canlı rənglər, daha yaxşı ekran keyfiyyəti ortaya qoyur və biz bununla artıq görürük ki, o 100 manatlıq fərqə görə artıq 2 üstünlüyü əldə etmiş oluruq. Tam sudan, tozdan qorumaya davamlı gövdə və daha böyük, daha keyfiyyətli ekran. Sözsüz ki, 5G modelində bu belədir. Ekran fərqindən dolayı 4G və 5G modeli arasında cüzi də olsa ölçü fərqi yaranıbdır, amma ümumi dizaynı eyni saxlayıblar. Sözsüz ki, ölçü fərqi batareyasına da təsirsiz ötüşməyibdir. 5G modelinə 6580 mAh, 4G modelinə 6500 mAh tutum yerləşdirilibdir. Bu qədər həcmin cəmi 8 mm-lik gövdəyə sığması da sözsüz ki, karbon silisium texnologiyasının sayəsindədir. Daha az fiziki ərazi, amma daha çox tutum. Sürətli enerji yığma göstəriciləri isə bərabərdir. 45 Watt üstəlik qutusunda eyni watt göstəricili adapter başlığı, Type-C kabeli və qara rəngli case də var. Bütün bunları toplayanda ümumən Redmi seriyası hələ də Azərbaycan bazarında qutusundan tam komplektasiya ilə çıxır deyə bilərik. Çox incə bir fərq. Hər iki model özündən naqilli formada enerji ötürə bilir. Yəni bir növ powerbankdırlar. Lakin 5G modeli bunu 23,5 kimi yüksək vattda etdiyi halda 4G modeli 18 wattla ötürür. Ümumi olaraq müqayisədə bir il əvvələ qaydanda Redmi-nin artıq yeni smartfonlarında batareya tərəfində inqilabi artım etdiyini görmək olar. Yəni bu iki cihazların mühüm yeniliklərindən biri məhz fantastik batareya həcmləridir. Normal istifadə etsəniz bu cihazlar 2 gün işinizi aşıra bilər. Üstəlik Xiaomi öz karbon silisium texnologiyasına o qədər güvənir ki, batareyanın 6 il öz davamlılığını qoruyacağına söz verir.
Gəldik əsas məsələyə, işin performans tərəfinə. Deyərdim ki, əvvəldə qeyd elədiyim o 100 manatlıq fərq burada bariz formada ortaya çıxır. Doğrudur, ötən illə müqayisədə hər iki cihazda prosesor dəyişibdir. 5G modeli Mediatek Dimensity 7400-dən güc alır. 4G modelində isə Helio G200 var. Təkcə bu iki cihaz arasında arxitektura fərqinə baxanda görərik ki, 5G modeli 4, 4G modeli 6 nanometrlik memarlıqda hazırlanıbdır. Bu da sözsüz ki, daha baha olan modelin enerji istifadəsinin daha yaxşı olduğunu söyləməyə əsas verir. Tək enerji yox, müqayisədə baxanda həm 5G dəstəyi, həm 4K çəkim imkanı, həm nüvə, həm qrafik sürəti Dimensity 7400-ü Helio G200-dən əməlli başlı önə çıxarır. Paralelində 4G variantına nəzər salanda demək olar ki, sırf nüvə performansı baxımından Helio 3 ildir Redmi-nin 4G versiyasını yerində saydırır. Çünki istər Helio G99, istər G100, istərsə də G200 arasında ciddi performans fərqi yoxdur. Əsas fərq bu il G200 ilə CPU-nun 200 megapiksellik kameranı dəstəkləməsi və nisbətən qrafik tərəfdə performans artışıdır. Amma məndən soruşsanız, sırf texniki tərəfində səmimi deyim ki, mən 5G modelini alardım. 100 manat fərqi tam haqqını verir məncə. Smartfonlar 8 GB-lıq RAM və 256 GB-lıq daxili yaddaşa sahibdirlər. 4G modeli SIM yuvalarından birini SD kart girişi olaraq istifadə edə bildiyi halda 5G modelində belə bir imkan yoxdur. 5G və eSIM dəstəyi də yalnız və yalnız 5G modelində mövcuddur. NFC isə hər ikisində var. Smartfonların hər ikisi qutusundan Android 15 ilə çıxır və Xiaomi tərəfi bu cihazlar üçün 4 il sistem yenilənmə təminatı verəcəyini açıqlayıb. Təbii mənə görə mənfi tərəfi 2026-cı ilin smartfonları olmasına baxmayaraq qutularından Android 15 ilə çıxmalardır. Yenilənmələrdən birini Android 16-ya sərf eləsək, Android 19 da daxil olmaqla sistem təminatı alacaq Note 15 Pro-lar segment və qiymətinə görə məncə normal yenilənmə siyasətinə sahibdirlər. Süni intellekt tərəfində də hər iki smartfonun Gemini inteqrasiyası var. Rahat istifadə edə bilərsiniz. Və nəhayət kameralar. Arxada hər nə qədər dörtlü görünüm təəssüratı yaşadan dizayn olsa da burada cəmi 2. Bir ədəd əsas, bir ədəd də ultra geniş bucaqlı kamera var. Göstəriciləri ötənki modellərlə müqayisədə dəyişməyibdi, amma ana kamerada istifadə olunan Samsung-un 200 megapiksellik sensoru yenilənibdi. Əslində tam göstəricilərə baxanda fərqi hiss eləmək olmur, lakin ötən ilki 200 megapiksellik sensordan fərqli olaraq Samsung bu sensorda bəzi yenilənmələr eləyibdi. İndi yeni sensor daha yaxşı HDR görüntülər qeydə ala bilir. 2 qat və 4 qat keyfiyyət itkisi yaşatmadan rəqəmsal yaxınlaşdırma eləyə bilir. Bu səbəbdən yeni sensorda kroplama məntiqində dəyişiblər. Yəni indi rəqəmsal yaxınlaşdırma eləyəndə keyfiyyət itkisi daha az yaşanır. Üstəlik sensorun emal sürətini də artırıblar. Əvvəl 200 megapikseldə fotolar daha ağır emal olunurdusa, indi nisbətən sürətlidir. Başqa bir məqamda 5G modelində prosesor fərqi olduğundan dolayı CPU dəstəyinə görə kamera 4K 30 FPS-də videolar qeydə alır. Üstəlik həm 4G, həm 5G modelində OIS dəstəyi var. Ultra geniş bucaqlı kamera dəyişməyibdi. 15 mm genişlik və 8 megapiksellik keyfiyyət açığı bu göstərici ilə əsasdan çox geridə qalır. Yaxşı olardı ki, heç olmasa bu il Xiaomi bu kameraya biraz əl gəzdirərdi. Çünki video tərəfində də maksimumu 1080p 30 FPS-dir. Ümumi olaraq arxada əsas işi görən elə ana kameradır. Bu kameradan çəkdiyim portret AD, 2x, 4x və gecə rejimdə olan fotoları nümunə olaraq ekranda sizə təqdim edirəm. Sözün açığı 4G və 5G modeli arasında yeganə fərq 5G modelinin 4K çəkim imkanıdır. Lakin onu da 30 FPS ilə edir. Odur ki, bu iki redimlərdə nəzərə çarpan əsas dəyişim ana kamerada olan matrissanın daha da təkmilləşdirilməsidir. Öndə yenə ötən il olduğu kimi 5G modelində 20, 4G modelində 32 megapiksellik kamera var. 5G modelinin tək üstünlüyü ön kamerası ilə 1080p 60 kadr saniyə sürətinə video çəkməsidir. 4G modelində bu 1080p 30 FPS-lə limitlənibdir. Mən yenə 4G modeli ilə çəkdiyim bir neçə fotonu müxtəlif işıqlandırmalar altında sizlərə təqdim edirəm, özünüz dəyərləndirə bilərsiniz. Ümumi olaraq bu dağınıq icmalımızı məncə toparlayaq. Deməli, Redmi Note 15 Pro 4G və 5G modeli olmaqla iki versiyada təqdim olunur. 5G modeli 100 manat daha baha qiymətə satılır. Amma bu 100 manatın qarşılığında 5G versiyası daha dayanıqlı gövdə IP69K və SC sertifikatı, böyük və keyfiyyətli ekran, daha yaxşı performans
performans, cüzi də olsa böyük batareya və özündən daha sürətli enerji ötürmə imkanı, 4K 30 FPS video çəkim dəstəyi, eSIM və 5G-ni təqdim edir. Düşünürəm ki, bu sadaladıqlarım 100 manat fərqə görə artıqlaması ilə dəyər. Digər tərəfdə 4G modeli isə sadəcə SD kart dəstəyi və daha yüksək megapikselli ön kamerası ilə diqqət çəkə bilir. Məndən soruşsanız, mən düşünmədən 5G variantını almağı təklif eləyərdim. Çünki indiki tələbləri nəzərə alanda bu qiymət segmentində həqiqətən çox yaxşı imkanlar verir. Bəs yaxşı, ötənki Note 14 Pro 5G ilə müqayisədə nələr dəyişibdir? Sualın üstündən bir daha keçsək, bu iki Note 15 Pro daha yüksək batareya həcmi, daha performanslı prosesor, IP69K sertifikatı, daha böyük və parlaq ekranı, yeni ana kamera sensoru və 4 illik daha uzun müddətli yenilənmə siyasəti ilə fərqlənir. Bax, bütün bu sadaladıqlarım sizdə maraq oyadırsa, deməli Note 14 Pro-nu satıb Note 15 Pro 5G-yə keçid eləməyə dəyər. Mənim şəxsi fikrimə qalanda bu cihaz yenə də yaxşı satış nəticələri əldə edəcək. Çünki istehlakçıların tələblərinə cavab verir tam olaraq. Xüsusən də bu həcmdə batareyası və performansı ilə. Amma tək bir adım kamera tərəfinə ola bilər ki, yaxşı olardı ki, bu qiymətə satılan bir cihazda ultra geniş bucaqlını daha yaxşı formada hazırlayardı Xiaomi tərəfi. Bilmirəm, mən kamera tərəfində daha çox yenilik gözləyirdim. Həmişə olduğu kimi son söz isə sizdədir. Rəy bölməsində yazın. Yeni Redmi Note 15 Pro-ları bəyəndinizmi? Bu qiymətə almağa dəyərmi? Siz olsanız 4G modelini yoxsa 5G modelini alardınız?